Sağlam axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsbəsindədir bu ev. 2 mərtəbəli evdir, ancaq 5 otaqlı evdir. Deməli, aşağıda qonaq otağından başqa bir dənə də əlavə yataq otağı var. 124 min manatadır. Kupçalı evdir, yəni alıb qeydiyyata düşə biləcəyiz evdir. Sarayın düz mərkəzindədir. Qazı, su, işığı, sayğacları olacaq, kanalizasiya sitəsinin mərkəzidir. Bir dənə zəhmət olmasa yola baxaq. Bax, düz qapının ağzına qədər asfaltdır. Asfalta gəlirsiniz, düz girirsiniz həyətə. Bu da mərkəzi kanalizasiyanın trapıdır. Həyətin işıqlandırması, qəşəng səliqəli işıqlandırması var. Hasarlar evin özü tarsovka emusiyadır. Bu da ki kombinin yeridir. Bəs tamam, indi yaxınlaşaq indi içəri. Bax, gəlirik buradan içəri. 1-2 günlük, 3 günlük işləri qalıb, tamamlanma işləri indi mən çəkdim, tez baxarsınız. Bax, pilləkən işləri qalıb elə, yəni yekunlaşmayıb. Zəhmət olsa yaxınlaşın, koridor, mətbəx, hamam, tualet, keramikadır, otaqlar ancaq laminatdır. Buradan düz gəlirik qonaq otağına. Bax, zəhmət olsa yaxınlaşın, oradan bir dənə çəkin. Bu qonaq otağıdır, yəni zalıdır. Bax, görsün nə qəşəng səliqə səhmanla təmir olunub. 124 mindən endirim olunacaq. Qiymətindən narahat olmayın, mütləq gəlin bu evə baxın. Otaqlar radiatordur, hamam, tualet, mətbəx, keramika, isti poldur. TV stentin yeridir burada, TV stent üçün yer qoyublar. Burada böyük bir pəncərəsi var, ciftdə açılır, spotları, zadı, hamısı səliqə səhmanlıdır. İnşallah gələndə görəcəksiniz. Zəhmət olmasa yaxınlaşın. Qonaq otağını göstərdim sizə. Bax, birinci mərtəbədə əlavə bir dənə yataq otağımız bax budur. Yəni bu həmişə bütün evlərdə olmur. Bax görürsünüz, bütün evlərdə bu otaq olmur. Ancaq qonaq otağı olur birinci mərtəbədə. Bu evdə qonaq otağından başqa bir dənə də yataq otağı var. Onu tez-tez deyirəm ki, biləsiniz. Bu da mətbəxidir. Gör nə boyda mətbəxi var, görürsünüz. Yenə də cifti var, pəncərənin qıraqlarında sağında sonunda qəşəng dekorativ ramkaları var. Mebellərçi keramikası var. Bütün nöqtələrinə qədər, aspiratorun xəttinə qədər qoyulub, hətta mətbəxdə TV stentin yerinə qədər qoyulub. Bu da korrektorun yeridir, yəni bütün isti polu azaldıb çoxaltmaq üçün orada imkan var. Bu da birinci mərtəbənin sanitar qovşağıdır. Yəni duş kabini içində yer ayrılıb. Burada da pilləkənin altında qaladovkadır. Artıq əyrəsi şeyləri yığmaq üçün. Bax belədir. Saray qəsbəsində düz yolun qırağındadır. Düz qapının ağzına da marşrut xətti keçir. İndi yavaş-yavaş pilləkənlərlə qalxır. Pilləkənlərin 1-2 günlük, 3 günlük işi qalıb. Bunlar inşallah yavaş-yavaş düzələcək. Tam da düzəlməmiş buradan göstərim sizə. Bax 1 ilə 2-nin arasında monolit olmalı. Birinci mərtəbədə beton styaşkadır. İkinci mərtəbə ilə birinci mərtəbənin arasında bax belə beton var. Qalxırıq indi ikinci mərtəbəyə. Qalxan kimi bu ikinci mərtəbənin sanitar qovşağıdır. Baxın. Bu ikinci mərtəbənin sanitar qovşağıdır. Bax, buranı bir dənə göstərin bu tərəfi, bax. Buradan indi perilalar yığılacaq, pilləkən tam hazır olandan sonra. Sonra yataq otaqlarına baxaq, bax. Bir yataq otağı buradadır. Yataq otağı. Yataq otağının içində əlavə bir dənə də sanitar qovşağı var. Bu sırf bu yataq otağına aiddir, görürsünüz. 3 dənə sanitar qovşaqlı, 5 otaqlı ev. 125-124 bin manatadır qiymətində endirim olunacaq. Ev sahibi özü endirim eləyəcək. Obusu yataq otaqlarına baxın, növbəti yataq otaqları. Bu bir otaq. Bu da bu birisi otağa da baxaq. Bu da növbəti otaq. Bax belə. Zəhmət olmasa bir də çəkin buranı. Deməli, Saray qəsbəsindədir. Düz yolun qırağındadır. Marşrut xəttləri düz qapının ağzından keçir. 2 sotun içərisində olar torpağı. Fərdi yaşayışlı, yəni qeydiyyata düşə biləcəyiniz bir evdir. 5 otaq, 3 sanitar qovşağı olan evdir bu. İsti pollu, korrektoru, monoliti, betonu, sayğacları, mərkəzi kanalizasiyası, boşadaş kurqavı, kuldiki, fundamenti, krişanın altında 20-nin 40-a bir də kəmər fırladılıb əlavə. Gələndə inşallah bunların hamısını burada bir-bir sizə izah edəcəyim. Mütləq gəlin bu evə baxın. Sağ olun.